Xeyr. Hər vaxtınız xeyir İradə müəllimə. Buyurun. Olar sizə bir dənə sual verim. Buyurun müəllimə verin. Bu müsabiqədə Şemeta sual vermişdilər. Hə. Bizə bir işçi gəlibdi yeni Tovuzdan. Aha. Tovuz aksıdı, yəni orada verib də müsabiqə. Şemeta bax ona sual vermiş. Nədir? Şemeta nədir? Şimeta Nə müəllimə demək? Piaget'ə aid olan bir termindir. Şimeta beynin içərisindəki olan sxem mənasını verir. Yəni biz hər dəfə yeni məlumatı əlavə etdikcə bizim o sxemlərimiz bir növ belə deyək də yeni məlumatlarla əvəzlənir və orada yeni məlumatlar toplanır. Sxemlər deməkdir, sxem deməkdir şimeta. Yeni biliklərin toplusu sxem. Yəni bizim beynimiz də, yəni lori dildə desəm beyin, sxem, beynimiz. Beynin yenilənməsi, sxemlərin yenilənməsi bu şəkildə yadınızda qalsın. Şimeta odur. Piaget'ə aid olan bir termindir, Piaget'ə. Oldu müəllimə, çox sağ olun. Siz sağ olun. Hə, başqa sualların varmı? Varsa versin. Bəli. Bugünkü mövzumuz nə idi müəllimə? Məntiqi riyazi təfəkkür məşğələsi. Hə, Başlayaqmı? Onda başlayaq müəllimlər. Başlayaq müəllimə. Başlayaq can. Deməli müəllimlər, birinci növbədə yenə video qeyd edirəm. Dərsdən sonra inşallah yükləyib YouTube-a atacağam. Kimlər ki YouTube kanalıma abunə deyil, kanala abunə olarsınız, rəylər qismində öz rəyinizi yazıb bir də videonu bəyənməyi unutmazsınız, zəhmət olmasa. Həmçinin inşallah ki üzümüzə gələn aydan yeni qrupumuz da öz fəaliyyətinə başlayacaq. Kimlər də o qrupda özünü görüb tam şəkildə açar sözlərlə effektiv formada dərsləri tam şəkildə mənimsəmək istəyirsə, mənim WhatsApp nömrəmi bilirsiniz, qrupdan da götürüb yaza bilərsiniz. Müəllimlər, riyaziyyat məşğələsi daha çox bizim bilirsiniz, daha çox yox, daha doğrusu 2.3 əsas standartımıza əsaslanır. Mən standartlardan danışmayacağam, çünki bundan əvvəlki izahımda zaten standartları vermişəm, yəni izahım vermişəm, orada yer alır. Mən istəyirəm sizə bu gün sırf olaraq riyaziyyatı testlərdən necə görə bilərsiniz, onun haqqında izah verim. Yəni standartları bilən müəllimə üçün zaten bunlar çox asandır. Standartların izahını təkrar vermək istəmədim. Baxmaq istəyənlər bizim YouTube-da izahımız var o barədə, ona baxar. Müəllimlər, birinci olaraq qeyd edim ki, riyaziyyat məşğələsində bir var monoqrafik metod, bir var hesabi metod. Birinci ona aydınlıq gətirək ki, monoqrafik nədir, hesabi metod nədir? Monoqrafik metod, müəllimələr, qrubeyə aid olan bir metoddur. Burada məsəl üçün bu gün lori dildə izah edəcəm. Necə başa düşmüşəm, necə anlayıram, sizlərə də o şəkildə izah edəcəm. Çünki elmi cümlələrlə onsuz da PDF-lərdə, kitablarda hər yerdə ifadə olunubdur. Sırf olaraq istəyirəm bu gün məğzini başa düşəsiniz. Baxın müəllimələr, belə bir şey deyim sizə. Tutaq ki, bu gün siz uşaqlara 10 dairəsində bir ədədlərlə tanış edirsiniz uşaqlar 10 dairəsində və İstəyirsiniz ki, uşaqlar ədədin tərkibi ilə tanış olsun. Yəni, hesabi metod deyil, üstə gəlmə, çıxma filan bunlarla heç əlaqəsi yoxdur. İstəyirsiniz, ədədin tərkibi ilə tanış olsun ki, 10 nədən ibarətdir? Baxın, tam olaraq bu monoqrafik metoddur. Yəni, ədədin tərkibi ilə uşağı tanış edirsinizsə, buna deyirik monoqrafik metod. Monoqrafik metodda məqsədimiz uşaqları ədədlər və ədədlərin tərkibi ilə tanış etməkdir. Məsəl üçün, 10 nədən ibarətdir? 8 və 2-dən, 6 və 4-dən, 7 və 3-dən, 2 dənə 5-dən. Uşağa bu formada onun tərkibini izah edirəm. Buna deyirik monoqrafik metod. Ola bilər, sabah testdə verir. Əgər bərabərdir 10 yazılmayıbsa, məsəl üçün belə verə bilər. 8 üstəgəl 2. 8 üstəgəl 2 artıq bərabərdir işarəsi yoxdursa, bu monoqrafik metoddur. Yəni, sizə göstərir ki, 10 ədədi nədən ibarətdir? Onun tərkibi nədən ibarətdir? Buna deyirik monoqrafik metod. Monoqrafik metodun vasitəsilə biz hesabi metoda doğru irəliləyirik. Yəni, monoqrafik metod olmasa, hesabi metoda keçid edə bilməzsiniz, belə deyim. Və hesabi metod artıq hesablamadır. Necə hesablama? Üstə gəlmə, çıxma. Məsəl üçün, 8-in üstünə 2 gəl. Neçə elədi uşaqlar? 10 elədi. Artıq burada ədədin tərkibi yox. Birbaşa olaraq hesablama gedir. Və yaxud, uşaqlar ondan 2 çıxırıq. Neçə edir? Deyirlər 8. Artıq burada hesabi metoddur. Deməli, mən əgər uşaqlara ədədlərin tərkibini öyrədirəmsə, buna deyirik monoqrafik metod. Artıq üstə gəlmə, çıxma kimi əməliyyatları aparıramsa, buna deyirik nə? Buna deyirik hesabi metod.
Burada bir də riyazi təsəvvürlərin formalaşdırılması üzrə bizim oyunlarımız var. Oyunların da adını qısa şəkildə deyəcəm. İnanmıram, yenə imtahana düşə, amma istəyirəm ən azından biraz məlumatınız olsun. Baxın müəllimlər, uşaqlarda oyunlar vasitəsilə biz nə edirik? Fəza təsəvvürlərini formalaşdırırıq. Daha sonra uşaqlarda biz həndəsi fiqurları onlarla tanış edirik. Daha sonra biz uşaqlarda say təlimində istifadə etdiyimiz oyunlar var. İndi hər birini az-az da olsa deyəcəm. Birinci oyunumuz say təlimində istifadə olunan oyunlarda nə qədər oyunu. Məqsəd hesablama vərdişlərini formalaşdırmaqdır. Yəni, uşaq sayacaq. Məsəl üçün sayır 1, 2, 3, 4, 5. Sual verirəm, nə qədər oldu? Artıq uşaq neynədir? Bunun vasitəsilə miqdar anlayışı ilə tanış oldu. Ona görə də bu oyunlar daha çox say təlimində və hesablama vərdişlərinin inkişafından xidmət edən oyunlardır. Hansı ədəd tip? Qonşularını tap, şəkli yığ, şən evlər. Bunlar hamısı şən evlərdə bilirsiniz yəqin ki, ev formasında olur. Üstə konkret ədəd yazılır. Məsəl üçün 10. Aşağıda da onun hissələri 8 və 2. Məsəl üçün bu formada. 6 və 4 bu formada. Buna da deyirik biz nə? Buna da biz deyirik say təlimində istifadə olunan oyunlar. Sonra zamanda səyahət oyunlarımız var. Bu da uşaqlarda bilirsiniz, zaman təsəvvürləri orta qrupdan etibarən başlayır formalaşmağa. Hansı ki, hələ orta qrupda belə tam formalaşmır. Məsəl üçün, mən öz övladımdan götürsəm, orta qrup 3-4 yaş qrupunda uşaq belə edir. Mən səhər bağçaya getmişdim. Yəni, hələ zaman qavramlarını düzgün formada ifadə edə bilmir. Orta qrupda daxil olur zaman anlayışı. Hələ tam ifadə etməyi bacarmır bu dönəmdə. Bəs zaman anlayışı üçün biz uşaqlarda hansı oyunlar vasitəsilə bunu formalaşdıra bilərik? Bu oyunlar üçün bizə lazımdır. Bu nə vaxt olur? Məsəl üçün, uşaqlar, biz səhər yeməyimizi nə zaman yeyirik? Uşaqlar, biz bağçaya nə zaman gəlirik? Biz bağçadan nə zaman gedirik? Biz nə zaman yatırıq? Məsəl üçün, artıq avtomatik uşaqda nə formalaşır? Zaman təsəvvürü, zaman anlayışı. Daha sonra uşaqlarla biz dünən, bugün, sabah oyununu qura bilərik. İlin anları oyununu, canlı həftəni, 12 ay. Bu şəkildə uşaqlara ili, günü, ayı və zaman anlayışını tam formada qavrada bilərik. Daha sonra üçüncü oyunlarımız fəzada səhvləşmədir. Müəllimlər, fəzada səhvləşmə bilirsiniz nə deməkdir? Məkan. Yəni, fəza sözü bir var, fəza fiquru formasında istifadə olunsun. Fəza fiquru, o bizim fiqurlarımızdır. Onlar hansı ki, fiqurlar kimi daxil olur. Bir də var, fəzada səhvləşmə. Bu artıq bizim məkana görə harda dayandığımızı bildirir, belə deyim. Yəni, hansı yerdə dayandığımız, istiqamətimizi bildirir, deyək, daha doğru və dolğun olsun. Burada biz nə edirik? Burada biz fəzada səhvləşmədə daha çox bir var özünə, bir var özündən, bir də var obyektlər arası üstə də gəl, bir də var müstəvidə səhvləşmə. Baxın, bu 4 dənə səhvləşməmiz var və onların hər birinin də özünün bir açar məqamları var. Onları birazdan qeyd edəcəm. Və fəzada səhvləşmə üçün bizə lazımdır hansı oyunlar? Bizə lazımdır sağda nə var oyunu, tərsinə de oyunu, mağaza oyunu, tap hardadır oyunu, yerimizi dəyişək oyunu, mən bağda hardayam oyunu, meşəyə səyahət oyunu, nə dəyişdi oyunu və sair və ilaxır. Bu tipdə oyunlarımız var. Dördüncü qrup oyunlarımız həndəsi materiallarla olan oyunlardır ki, burada da biz uşaqlarda həndəsi fiqurlarla uşaqları tanış edirik. Məsəl üçün, həndəsi mozaika, həndəsi fiqurlardan nələrsə hazırlamaq üçün hansı fiqurlardan ibarətdir oyunu, daha sonra çöplərdən fiqur düzəlt oyunu, artıq fiquru tap oyunu və sair və ilaxır. Bunlar birbaşa olaraq xidmət edir uşaqlarda həndəsi təsəvvürləri formalaşdırmağa. Növbəti oyunumuz artıq uşaqlarda məntiqi təfəkkürün inkişafı ilə əlaqəli olacaq oyunlardır ki, onların adını qeyd etmək istəmirəm, çünki onlar ümumiyyətlə inanmıram imtahanda görəsiz. Bunları da sadəcə dedim ki, bir müəyyən qədər fikriniz olsun. İndi keçək müəllimlər əsas məqamlara. Əsas məqam dediyim nədir? Çoxluqlar anlayışı. Bir çox müəllimənin çətinlik yaşadığı bir mövzudur. Çoxluq, ədəddən əvvəlki dönəm, bu dönəmin əsas xüsusiyyətləri nədir? Bunların hər birini gəlin sizə izah edim. Bilirsiniz, ədəddən əvvəlki dönəm daha çox birinci və ikinci körpələr qrupuna təsadüf edir ki, bu da sensor tərbiyə məşğələsi adlanır. Və bu dönəmdə biz uşaqlara nəyi öyrədirik? Bu dönəmdə biz uşaqlara belə deyək, 1, 2, 3, 4, 5, 6, yəni bunları öyrətmirik.
biz uşaqlara onların anlaya biləcəyi, dərk edə biləcəyi dildə az, çox, böyük, kiçik anlayışlarını öyrədirik. Yəni, məsələn, bir əlimdə 5 dənə top tuturam, bir əlimdə 1 dənə top tuturam. Bu birinci körpələr qrupuna xas olan xüsusiyyətdir. Sual verirəm. Ayxan, hansı əlimdə top daha çoxdur? Ayxan baxır. Deyir müəllimə, sağ əlinizdəki top sol əlinizdəki topdan çoxdur. Deməli artıq mən nəyin başlanğıcını qoydum? Uşaqda çoxluqlar anlayışını formalaşdırmağın başlanğıcını qoymuş oldum. Çünki uşaq artıq bir və çox anlayışını fərqləndirməyi bacarırsa, artıq mən ondan sonra yavaş-yavaş artıq bir növ orada addımlarımı daha da irəliyə doğru aparıram. Məsəl üçün, burada 4 dənə, burada 5 dənə, burada 3 dənə, burada 2 dənə. Artıq məqsədim uşağın daha çox təfəkkürünü inkişaf etdirib, ondan daha konkret cavablar almaqdır. Və çoxluqlar anlayışını da öyrədərkən mənə nələr lazımdır? Birinci növbədə mənə lazımdır çoxluğun sərhədləri və onların elementləri haqqında təsəvvürlər. Çoxluğun sərhəddi nədir? Müəllimlər, baxın, Azərbaycan Respublikasının özünün sərhədləri var. Və Azərbaycan Respublikası öz torpaqlarından kənarda artıq bir növ onun sərhəddi təyin olunur. Məsəl üçün, bizim cənub sərhəddimiz İrandır, Türkiyə var, Gürcüstan var, Ermənistan var. Onlar bizim torpağa keçid etmirlər. Yəni, onlarla bizim aramızda artıq sərhəd var. Çoxluqların sərhəddi də buna bənzər bir şeydir. Məsələn, deyirəm ki, məktəb ləvazimatları çoxluğu. Məktəb ləvazimatlarında nələr var? Dəftər var, qələm var, kitab var. Bunlar artıq sırf olaraq bu çoxluğun avadanlıqlarıdır, resurslarıdır. Mən ora kənardan bir dənə gətirib almanı əlavə etsəm, artıq o alma o çoxluğun sərhəddi olur. Çünki o çoxluğa aid deyil. Deməli, onda çoxluğun sərhəddini Lori dildə belə başa düşək və inanın mənə, bu dildə başa düşsəz, ondan sonra testdə onun öhdəsindən rahatlıqla gələcəksiniz. Çoxluğun sərhəddini testdə tapmaq üçün mənə nə lazımdır? Mənə lazımdır ki, müəyyən bir çoxluğa hansı obyektlər daxildir, hansı obyektlər daxil deyil. Artıq bu, uşaqda nəyi formalaşdırır? Aiddir, aid deyil anlayışını formalaşdırır. Yəni, uşaqlar artıq qrupları dəqiq təsnif etməyi bacarır. Bilir ki, burada meyvələr çoxluğudursa, burada ancaq meyvələr olacaq. Bilirsə ki, burada heyvanlar çoxluğudur, deməli ancaq burada heyvanlar olacaq. Nəqliyyat çoxluğudur, ancaq nəqliyyat vasitələri olacaq. Buna deyirik nə? Buna deyirik çoxluğun sərhəddi. Bu adlanır çoxluğun sərhəddi. Daha sonra, ümid edirəm bu aydın oldu sizə. İkinci növbədə, əşyaların əlamətlərini görmək və adlandırmaq. Yəni, çoxluqdakı əşyaların əlamətlərini görmək və adlandırmaq. Bu nədir? Bu isə müəllimlər, məsəl üçün, sizə belə bir sadə dildə izah edim. Bizim əlamət anlayışımıza nələr daxildir? Bilirsiniz də, Azərbaycan dilində əlamət sifət, belə deyək, nitq hissəsi sifətlə ifadə olunurdu. İndi əlamət deyirəmsə, onun xüsusiyyətini nəzərdə tuturam. Məsəl üçün, acıdırmı, şirindimi, turşdurmu, düzdürmü? Bunlar onun əlamətini bildirir. İndi bizə də bu məktəbə qədərdə mən də uşaqlardan məntiqi riyazi təfəkkür məşğələsində əşyaların əsas əlamətini görməsini və adlandırmasını formalaşdırmaq istəyirəmsə, burada hansı əlamətləri nəzərə almalıyam? Məsəl üçün, formasını, məsəl üçün, rəngini, ölçüsünü və materialını nəzərə alacağam. Yəni, forma deyəndə dairədirmi, kvadratdırmı, üçbucaqdırmı, dördbucaqdırmı, bunu nəzərdə tuturuq. Yəni, formasına görə deyirəm, uşaqlar, üçbucaqları bir qruplaşdırın, dördbucaqları bir, kvadratları bir. Artıq uşaqda nəyi formalaşdırdım? Əlamətə görə bir növ çoxluğun adlandırılması. Uşaq deyir, artıq bu üçbucaqlar çoxluğudur. Bu dördbucaqlılar çoxluğudur. Bu kvadratlar çoxluğudur. Artıq uşaqda əlamətə görə adlandırmaq bacarığını formalaşdırdım. Buna da deyirik nə? Buna da deyirik əşyaların əsas əlamətlərini görmək və onları adlandırmaq. Burada da hansı əlamətləri oldu? Forması, rəngi, qırmızı, sarı, yaşıl və s. Ölçüsü böyükdürmü, balacadırmı? Məsəl üçün, deyirəm, böyük topları bir yerə qruplaşdır, kiçik topları isə bir yerə qruplaşdır. Uşaq avtomatik neyniyir? Artıq böyükləri bir, kiçikləri bir qruplaşdırır. Yəni, ölçüsünə görə qruplaşdırır. Materiala görə də ola bilər. Materiala görə də necə edəcək?
Məsəl üçün taxtaları 1, plastikləri 1, kağızları 1, taxtaları 1 ayrı-ayrılıqda təsnif edəcək, kateqoriyaya ayıracaq. Baxın, buna da deyirik nə? Buna da deyirik biz əşyaların əsas əlamətlərini görüb onları adlandırmaq. Ümid edirəm bu da aydın oldu. Bir də var, çoxluğu bütövlükdə görmək. Çoxluğu bütövlükdə görmək nədir? Müəllimlər, çoxluğu bütövlükdə görmək budur ki, məsəl üçün, uşaqlar əşyalar və obyektlər qrupunu vahid bir şəkildə dərk edir, bütöv bir şəkildə dərk edir. Buna da nələri misal göstərə bilərik? Bir qrup top olsun, kub olsun, bir də maşın olsun. Uşaq onların təkcə fərdi xüsusiyyətlərini deyil, eyni zamanda bu əşyaların bir bütöv qrup kimi olduğunu dərk edir. Hamısına məsəl üçün deyir ki, ayrı-ayrılıqda yox da, artıq bütöv bir şəkildə bunları görür və adlandırır ki, bunlar olsun, məsəl üçün toplar çoxluğu. Tutaq ki, burada var 4 dənə qırmızı top, 5 dənə sarı top, 6 dənə yaşıl top. Uşaq bu çoxluğu hamısını vahid bir formada gördü və adlandırdı ki, bu toplar çoxluğu adlansın. Buna da deyirik, çoxluğu bütövlükdə görmək. Növbəti anlayışımız çoxluqları elementlərinə ayırmaqdır. Bunu mən sizə necə izah edəcəm? Müəllimlər, çoxluğun alt çoxluğa ayrılması var. Bir də alt çoxluqdan elementin çıxarılması var. Bu ən çox imtahana düşən tipdə olan testlər dili ilə sizə izah edəcəm. Ona görə diqqətiniz məndə olsun. Baxın, ümumi bir çoxluq götürək. Çoxluğumuz olsun meyvələr çoxluğu. Meyvələr çoxluğuna bütün meyvələr daxildir. Quru meyvələr də daxildir, sulu meyvələr də daxildir. Yəni bütün meyvələr burada yer alır. Gilə meyvələr də daxildir, yəni bütün meyvələr var burada. Bu ümumi bir çoxluqdur. Hansı ki, bayaq dedim sizə çoxluğu bütövlükdə görmək. İndi istəyirəm ki, o çoxluqdan bir dənə də, istəsəm hətta 2 dənə də, 3 dənə də alt çoxluq yaradım. Yəni ondan çoxluq çıxardım. Nə edəcəm? Məsəl üçün, çıxardacağım alt çoxluq quru meyvələr çoxluğu. Meyvələr ümumidir axı, mən onun tərkibindən bir dənə özüm üçün alt bir çoxluq çıxartdım, yaratdım. Adını da qoydum quru meyvələr çoxluğu. Artıq quru meyvələr çoxluğunda yeni meyvələr, təzə meyvələr ola bilməz. Orada ancaq və ancaq quru meyvələr olacaq. Ancaq quru meyvələr olacaq. Deməli, mən artıq çoxluqdan alt çoxluğu çıxardım və buna bir ad verdim. Adı da nə oldu? Quru meyvələr çoxluğu. İndi mənə də müəllimə deyir ki, ay müəllimə, biz indi hardan bilək ki, burada ancaq quru meyvələrdir? Mən də sübut eləmək üçün oradan bir dənə elementin adını deyirəm. Deyirəm, tutaq ki, qaysı. Qaysı quru meyvədir da, düzdürmü? Artıq deyirəm qaysı, kişmiş. Artıq deyirəm qaysı və kişmiş. Artıq qaysı və kişmiş nəyin elementidir? Alt çoxluğun elementi oldu. Yəni, quru meyvələrin elementi və bir hissəsi oldu. Baxın, buna deyirik çoxluqdan alt çoxluğun ayrılması və alt çoxluqdan da elementin çıxarılması. Yəni, mənim ümumi çoxluğum, buna çox nümunə demək olar. Sabah deyəcək ki, aşağıdakılardan hansı alt çoxluqdan, daha doğrusu ümumi çoxluqdan alt çoxluğun ayrılması və elementin ayrılmasına aid nümunədir. Mən də testə baxıram. Axı biz öyrənmişik. Baxıram testə. Görürəm ki, orada verib nəqliyyat çoxluğu. Nəqliyyat çoxluğundan bir dənə alt çoxluq çıxarıb hava nəqliyyatı çoxluğu. Hava nəqliyyatından da bir dənə elementi nümunə olaraq verib təyyarə. Artıq deməli bu düzgün cavabdır. Hardan bildim? Çünki ümumi çoxluq nəqliyyat, ondan alt çoxluq hava nəqliyyatı, ondan da nümunə təyyarə. Artıq başa düşdüm ki, hə, bu düzgündür. Amma yanlış verilən cavab necə olacaq? Məsəl üçün, veriləcək nəqliyyat çoxluğu, ondan alt çoxluq çıxaracaq hava nəqliyyatı, qarşısında da yazılacaq cəmi. Deməli, artıq burada səhvlik var. Niyə görə? Çünki mənim alt çoxluğum hava nəqliyyatıdır axı. Havada cəminin nə işi var? Aydın oldu mu? Bu artıq yanlışdır. Bəs cəmi nə zaman düzgün variant olardı? O zaman düzgün variant olardı ki, müəllimlər, yazılardı su nəqliyyatı və onun da elementini verərdi cəmi. Onda artıq mən bir söz deməzdim, deyərdim, hə, okey, düzdür. Aydın oldu mu? Bu da alt çoxluğun çıxarılması və ondan da nümunə. Bir də var. Bizə lazımdır, burada əsas məqamlarını deyirəm sizə. Bir də burada bizə lazımdır çoxluqları nizamlamaq. Yəni, sırf olaraq sabah gedib imtahanda görəndə deyin ki, hə, mənə bu lazım idi. Bugün onların üzərində çalışacağıq ki, onları öyrənək.
Çoxluqları nizamlamaq, çoxluğun elementlərini nizamlamaq. Baxın, nizamlamaq deyirəm, nizamlamaq. Yəni neynirəm? Nizamlayıram. Nizamlamaq nə deməkdir? Yəni müəyyən bir qaydaya görə düzürəm, sıralayıram. Nizamlamaq biraz elmi cümlədir. Amma biz onu loriləşdirsək, belə məişət üslubunda işlətsək, nə olacaq? Düzmək, sıralamaq. Düzmək və sıralamaq. Deməli, onda mən testə baxıram. Əgər orada sıralamaq, düzmək varsa, avtomatik nizamlamağı tapmış oluram. Bəs nəyi nizamlayacağam? Nəyi düzəcəm? Nəyi sıralayacağam? Əlbəttə ki, məsəl üçün, ölçüsünə görə nizamlaya bilərsiniz, daha sonra rənginə görə nizamlaya bilərsiniz, formasına görə nizamlaya bilərsiniz və sayına görə nizamlaya bilərsiniz. Necə? Azdan çoxa, çoxdan aza doğru neynirəm? Sıralayıram, düzürəm, nizamlayıram. Buna nə deyilir? Buna da deyilir çoxluğun nizamlanması. Rənginə görə adicə muncuqlar olurdu. Yadınıza gələr yəqin ki, biz uşaq vaxtı çox edirdik. Məsəl üçün, özümüz muncuqlar düzəldirdik. 2 dənə sarı rəngi qoyurduq, bir dənə qırmızı rəngi əlavə edirdik. Beləcə ardıcıllığı qoruyurduq, yəni nizamlayırdıq. Baxın, bunun özü bir nizamlamaq deməkdir. Çoxluğun nizamlanması deməkdir. Və yaxud yadıma gəlir ki, anam deyirdi ki, həmişə qabları böyükdən balacaya doğru düz. Bunun özü də nədir? Nizamlamaqdır. Yəni, mən qabı böyükdən balacaya doğru düzürəmsə, sıralayıramsa, açar sözü düzmək, sıralamaq. Nizamlamağı heç, belə deyim də, elmi dildə yadınızda saxlaya bilmirsinizsə belə, düzməkdir, sıralamaqdır. Avtomatik beyninizdə qalsın ki, bu nizamlamağın açar sözüdür. Harada düzürəmsə, sıralayıramsa, avtomatik nizamlayıram deməkdir. Daha sonra bizə lazımdır burada nə? Çoxluqları miqdara görə qarşılıqlı uyğunluq yaratmaqla müqayisə etmək. Bu nə deməkdir? Burada da müəllimlər bir var. 2 dənə çoxluq götürək. A çoxluğu, B çoxluğu. A çoxluğunda olsun 5 dənə top, B çoxluğunda olsun 4 dənə top. İndi mən burada qarşılıqlı şəkildə uyğunluq yaratmalıyam. Uyğunluq nə deməkdir? Yəni bir-birinə bərabər olsun da bu mənada. Uyğunluq bərabərlik deməkdir. İndi mən bu B çoxluğuna gərək bir dənə top əlavə edim ki, A çoxluğundakı toplarla bərabər olsun. Yəni, mən uyğunluğu qorumuş olum. Baxın, buna deyirik çoxluqlar arasında uyğunluğun qorunması. Yəni, A çoxluğunda 5 dənədirsə, B çoxluğunda 4 dənədirsə, mən onları bərabərləşdirirəmsə, buna deyirik çoxluğun uyğunluğu. Bir də var, müqayisə etmək. Müqayisə etmək üçün isə mənə nə lazımdır? Məsəl üçün, 2 dənə çoxluq götürürəm. Birində 5 dənədirsə, digərində 3 dənədirsə, artıq avtomatik neynəmiş oluram? Avtomatik o çoxluqları müqayisə etmiş oluram. Birində 5 dənədir, birində 3 dənədir. Artıq burada çoxluqlar müqayisə olunmuş olacaq. Daha sonra bərabər çoxluqları düzəltməyi də dedim. Bizə lazımdır burada əsas məqamlardan biri. Bizə lazımdır burada çoxluqların kəsişməsi. Kəsişməyi də izah edim. Çünki ən çox imtahanda düşə biləcək sualların üzərində işləmək istəyirəm. Beyninizi yormaq istəmirəm. Çoxluqların kəsişməsi də nədir? Müəllimlər, elə bilin ki, biz riyaziyyat fənnində, indi bilmirəm, aranızda riyaziyyatı sevən var ya yox, riyaziyyatı öyrəndiyimiz dönəmdə orada bizə müəllimlər öyrədirdi natural ədədlər və onların kəsişmə nöqtələri olurdu. Hətta belə bir mötərizələr var idi. İndi mən burada göstərə bilmirəm. Orada məsəl üçün yazırdılar rəqəmləri 1, 2, 3, 4. Sonra aşağıda da məsəl üçün 2, 5, bir də 6. Hər iki çoxluqda 2 rəqəmi kəsişməlidir. Çünki hər ikisində var idi. İndi gəlin biz bunu məntiqi riyazi təfəkkür məşğələsinə uyğun quraq. Deyirəm ki, A çoxluğunda var alma, heyva, nar. B çoxluğunda var kivi, mandalin, bir də nar. Nar hər ikisində var. Həm A-da var, həm B-də var. Deməli, bu iki çoxluğun kəsişmə nöqtəsi nədir? Nardır. Çünki hər ikisində nar meyvəsi var. Buna da deyirik biz nə? Buna da deyirik biz iki çoxluğun kəsişməsi. Bu bizim çoxluqlarla bağlı olan hissəmiz. Bir də müəllimlər, çoxluğun nələri var? Çoxluğun birləşməsi var. Çoxluğun bir neçə vahid artırılması var ki, hansı ki, diaqnostika imtahanında düşmüşdü. İştirak edən müəllimlərimiz təsdiqləyər. Orada çoxluqlarla bağlı, sonra səhvləşmə ilə bağlı suallar çox düşmüşdü. İndi gəlin bir dənə çoxluqla bağlı olan hissəni də sırf olaraq öyrənək ki, çoxluğun birləşməsi nədir? Çoxluğun bir neçə vahid artırılması nədir? Bir dənə ona da aydınlıq gətirək.
Deməli müəllimlər, çoxluğun bir neçə vahid artırılması deyəndə, tutaq ki, deyirəm ki, Elza müəllimənin 5 dənə göyərçini var və Səbinə müəllimə də ona daha bir göyərçin əlavə etdi. Yəni burada artıq deməli və yaxud heç belə demirəm. Deyirəm Elza müəllimənin 5 dənə göyərçini var idi. Bacısı ona bir dənə göyərçin daha verdi. Deməli artıq burada neynədir? Çoxluğu bir neçə vahid artırdı. Buna deyirik çoxluğun bir neçə vahid artırılması. Çoxluğun birləşməsində isə mütləq başqa çoxluqlar olmalıdır. Bunu da 2 dənə dildə sizə izah edəcəm. Baxın. Məsəl üçün deyirəm ki, Elza müəllimənin 5, Məlahət müəllimənin isə 4 dənə göyərçini var. Uşaqlar, biz göyərçinləri bir yerdə görmək üçün nə etməliyik? Avtomatik deyəcəklər, biz onları birləşdirməliyik. Deməli artıq burada göyərçinləri birləşdiririksə, nə etdik? Çoxluqlar birləşmiş olur. Çünki biri Elza müəllimənindir, biri isə Məlahət müəllimənindir. Ayrı-ayrıdır da, yəni ayrı-ayrı insanlarındır. Ona görə buna deyirik çoxluqların birləşməsi. Bir də var ki, sabah testdə ən yanıldıcı məqam. Deyəcək ki, məsəl üçün, bir qutuda 3 qələm var, Bir də 2 karandaş. 3 qələm, 2 karandaş. Baxın, görürsünüz, yenə müxtəlif anlayışlardır. Biri qələmdir. Yəni bizim dildə desək, Lori dildə desək, ruçka. 3 dənə qələm ruçkamız var, 2 dənə də karandaşımız var. Deməli, 3 dənə qələmlə 2 dənə karandaşı da birləşdirirəmsə, yenə çoxluqların nəyi olur? Çoxluqların birləşməsi olur. Aydın olur nə demək istəyirəm? Buna da deyirik biz çoxluqların birləşməsi. Bu belə. Daha sonra, yəni ən çətin məqamda yadınızda qalan nə olsun? Mən öz müdavimlərimə belə öyrədirəm. Deyirəm ki, mütləq orada müxtəlif çoxluq olmalıdır. Müxtəlif. Yəni eyni bir şey ola bilməz. Məsəl üçün, deyə bilməz ki, Elza müəllimənin 5 qələmi var, daha sonra Elza müəllimə ora 3 qələm də əlavə etdi. Yəni, burada artıq çoxluğun əlavə edilməsi var, bir neçə vahid artırılması var. Orada 2 çoxluq birləşməyəcək. Amma Aytən müəllimənin 3 qələmi, Elza müəllimənin 2 qələmi varsa, avtomatik olaraq burada müxtəlif çoxluqlar olduğu üçün 2 çoxluq birləşəcək. Yəni, belə yadınızda qalsın. 2 çoxluğun birləşməsində mütləq və mütləq müxtəlif çoxluqlar olmalıdır. Bu belə. Daha sonra indi keçək çoxluqların azalması ilə bağlı məqama. Burada da müəllimlər 3 dənə məqam var. 3 məqam var. Biri nədir? Biri çoxluğun bir neçə vahid azaldılması. Sonra var çoxluqlar arasındakı qədər münasibəti. Bir də burada olacaq əsas məqamlardan biri. Müqayisə edilən çoxluqla digər çoxluğun bir neçə vahid azaldılması. İndi bunları da bir dənə izah edim. Nə deməkdir? Məsəl üçün, çoxluğun bir neçə vahid azaldılması deyəndə belə deyəcək ki, Məlahət müəllimənin 5 dənə qələmi var idi, Elza müəllimə ondan 3 qələm aldı. 3 qələmini götürdü. Artıq burada çoxluq bir neçə vahid azaldıldı. Bu heç. Bir də var, çoxluqlar arasında qədər münasibəti. Qədər münasibətdə nə deməkdir? Elza müəllimənin 5 dənə qələmi var, Məlahət müəllimənin 4 dənə qələmi var. Deyirəm ki, uşaqlar, Elza müəllimənin qələmləri Məlahət müəllimənin qələmlərindən nə qədər çoxdur və yaxud nə qədər azdır? Görürsünüz, qədər. Nə qədər azdır, nə qədər çoxdur? Avtomatik burada nəyi formalaşdırdım? Qədər az, qədər çox. Deməli, qədər müqayisəsi də budur. Aydın oldu mu? Sonra deyirəm ki, Elza müəllimənin 4 topu var, Məlahət müəllimənin 3 topu var. Və Məlahət müəllimənin topundan birini, Elza müəllimənin topundan isə ikisini götürdülər. Avtomatik artıq burada mən neynədim? Çoxluqla müqayisə edilən çoxluqdan bir neçə vahid hər ikisindən azaltma elədim. Yəni, hər iki çoxluqdan topları azaltmış oldum. Bu da belə. Bu da əsas məqamlardan biridir ki, imtahanda düşə bilər. Buna deyirik biz çoxluqların əsas xüsusiyyətləri. Yəni, bunları biləndən sonra çoxluqlarla bağlı sizin imtahanda edə bilməmə ehtimalınız yoxdur. Və qeyd edim ki, kitabda heç bir şəkildə bu formada izah verilməyib. Yəni, orada sırf olaraq elmi cümlələrdir. İndi oxuduğunuz halda bilirsiniz özünüzdə, çox yaxşı bir şəkildə bilirsiniz ki, kitabda sırf olaraq elmi cümlələrdir. Hətta bir çox müəllimə çoxluğun alt çoxluğa ayrılmasını qarışdırır. İndi bura qədər nə sualınız varsa verə bilərsiniz. Verin, bura qədər aydınlaşdıraq, ondan sonra davam edək. Sualınız varmı?
Sualınız var Müəllimə çoxluqlarla bağlı. axşamınız xeyir. Hər vaxtınız xeyir Günlarə müəllimə. Buyurun. Müəllimə, çoxluğun bir neçə vahid azalmasına bir dənə misal zəhmət olmasa Məsəl çəkərdiniz. üçün çoxluğun bir neçə vahid azaldılması. Deyirəm ki, Günlarə müəllimənin 5 dənə topu var, düzdürmü? Günlarə müəllimənin 5 dənə topundan Elza müəllimə gəldi, bir topu götürdü. Artıq neynədir? Çoxluğu bir neçə vahid azaltmış oldu. Buna deyirik çoxluğun azaldılması. Aydın oldu indi müəllimə? Bu çoxluğun Aydın oldu. azaldılması. Çoxluğun bir neçə vahid azaldılması adlanır. Sonra əsas məqamlardan biri də ədədlə rəqəmdir. Bir dənə onu da izah edeyim. Ədəd nədir, rəqəm nədir? Müəllimələr, ədəd rəqəmdən böyük anlayışdır. Ədəd rəqəmdən böyük anlayışdır. Miqdarı müəyyən edən ədəddir. Məsəl üçün deyirəm ki, uşaqlar burada neçədən alma oldu deyir? 9 dənə. Artıq bu ədədi bildirir. Yəni miqdarı müəyyən edən ədəddir. Miqdarı təsvir edən rəqəmdir. Təsvir, yəni simvol, rəqəm müəyyən edən, onun miqdarının neçə dənə olduğunu, nə qədər olduğunu, artıq miqdarı mənə müəyyən edən isə sırf olaraq ədəddir. Bu da aydın oldu mu? Ədədlə rəqəmin fərqi. Simvol, işarə, rəqəm. Ədəd isə daha çox onun miqdarını müəyyən edir. Neçə dənədir, nə qədərdir? Artıq buna da deyirik biz ədəd. Bir də qonşu ədədlər var. Miqdarı təsvir edən nədir müəllimə? Miqdarı təsvir edən nədir? Rəqəmdir, miqdarı təsvir edən, göstərən rəqəmdir. Miqdarı müəyyən edən, neçə dənə oldu, nə qədər oldu, bu isə artıq ədəddir. Və ədəd rəqəmdən böyük anlayışdır. Aydın oldu mu? Daha sonra... Bir zəhmət olmasa, axırıncıya misal çəkində onu başa düşmədim. Nəyə müəllimə? Müqayisə edilən çoxluqların azaltılması. Müqayisə edilən. Məsəl üçün müəllimə deyirəm ki, Aytən müəllimənin 5 dənə karandaşı var. Yaxşı belə deyək də. Verilən çoxluqda olsun 3 dənə top, digər səbətdə olsun 4 dənə top. Mən birinci səbətdən 2 dənə top götürdüm. İkinci səbətdən 1 dənə top götürdüm. Hansı səbətdə daha çox top qaldı? Hansı səbətdə daha çox top qaldı? Hansında daha az top qaldı? Buna deyirik biz nə? Buna deyirik biz verilən çoxluqla müqayisə edilən çoxluğun bir neçə vahid azaldılması. Aydın oldu mu? Yəni 2 dənə səbət götürürəm. Birində olsun, tutaq ki deyim 4 dənə alma, digərində olsun 5 dənə alma. Mən birinci səbətdəki almalardan ikisini götürürəm, ikinci səbətdəki almalardan üçünü götürürəm. Deyirəm, hansı səbətdə daha çox top qaldı, hansı səbətdə daha az top qaldı. Buna da deyirik nə? Buna da deyirik verilən çoxluqla müqayisə edilən çoxluğun bir neçə vahid azaldılması. Aydın oldu mu? Müqayisə edilən çoxluğu misal çəkdiniz sizinlə. Bəli. Verilən çoxluqla müqayisə edilən çoxluğun bir neçə vahid azaldılmasına aid nümunə çəkdim. Məsəl üçün, dediyim kimi, bir qutuda 4 karandaş, digər qutuda 5 karandaş var. Hərəsindən 2-2 götürürəm. Sonra sual verirəm uşağa ki, bax gör, hansı səbətdə daha çox top qaldı, hansı qutuda daha çox karandaş qaldı, hansı qutuda isə daha az karandaş qaldı. Uşaq müqayisə edir. Verilən çoxluqla müqayisə edilən çoxluğu bir neçə vahid azaldaraq uşaqda müqayisəni formalaşdırmış oluram. Aydın oldu mu? Qədər müqayisəsində isə bir dənə çoxluq olur. Daha doğrusu burada da 2 dənə çoxluq olur. Amma burada artıq deyirəm ki, nə qədər azdır, nə qədər. Artıq qədər deyirəm. Artıq demirəm daha çoxdur, daha az. Deyirəm nə qədər azdır, nə qədər çoxdur. Yəqin ki, ona görə sizin beyniniz qarışdı. Hə? Baxın, qədər müqayisəsində nə edirəm? Qədər müqayisəsində artıq qədər sualını verirəm. Məsəl üçün deyirəm, A çoxluğunda nə qədər top qaldı, B çoxluğunda nə qədər top qaldı. Hansı çoxluqda nə qədər çoxdur, hansında isə nə qədər azdır. Yəni qədər əlavə olunur artıq burada. Amma bayaqçında isə qədər demirdim. Deyirdim, hansı səbətdə daha çox top qaldı, hansında isə az top qaldı. Müəllimə. Bəli. Zəhmət olmasa, o riyaziyyatda bəxtə qeyd elədiniz, amma tam başa düşmədim. Sərhəd məsələsi, o sərhədlər, onun zəhmət olmasa, misalla Çoxluğun sərhəddi, müəllimə, misalla belə deyim də, bayaq da dedim.
Məsəl üçün deyirəm ki, meyvələr. Meyvələrə ancaq meyvələr daxil olacaq. Yəni artıq mən ora qələmi qoysam o çoxluğun sərhəddidir. Yəni ora daxil ola bilməz. Çünki meyvələrə ancaq meyvələr aiddir. Yəni orada artıq ruçkadır, qələmdir, kitabdır, dəftərdir, onların bir işi yoxdur. Yəni onlar artıq əlavədir. Çünki o artıq sərhəddi bəlirləyir ki, bu çoxluğun sərhəddində nələr var. Ancaq meyvələr olmalıdır bu çoxluğun sərhəddində, başqa heç nə. Tutalım ki, müəllimə deyək ki, 5 dənə alma, misal. 5 dənə alma deyəndə ora daxil edə bilmərik ki, biz 5 dənə qələm və ya 5 karandaş Bəli, deyə bəli, olmaz, artıq olmaz. Qələmdirsə ancaq qələm olmalıdır orada. Onda Yəni necə orada bəli, necə verilirsə, imtahanda sual Aha. düşərsə, bu səpkidir, bu formada elə də cavab verilir ki, yalnız bu da, misal o bəndi götürmək lazımdır. Hansı ki, siz Məsəl üçün deyirsiniz. sizə belə deyəcək, aşağıdakılardan hansı çoxluğun sərhəddi Bəli. anlayışına aiddir? Baxırsınız, çoxluğun sərhəddində ancaq meyvələr deyirsə, orada ancaq meyvələr olmalıdır. Heyvanlar deyirsə, ancaq heyvan olmalıdır. Məktəb ləvazimatları deyirsə, ancaq o olmalıdır. Sonra başqa nə deyə bilərik? Yəni belə, nəqliyyat deyirsə, ancaq nəqliyyat olmalıdır. Yəni orada başqa əlavə heç nə ola bilməz. Necə ki, Azərbaycan deyirsə, Azərbaycanın tərkibi yalnız Azərbaycandan ibarətdir. Yəni burada Türkiyədir, Ermənistandır, Gürcüstandır, nəsə bir şey varmı? Yoxdur. Yox, Yalnız Azərbaycan, Azərbaycanın torpağı sərhəddir. Artıq bura əlavə heç nəyə əlavə edə bilmərik. Aydın oldu? bəli, yəni sırf adı nə çəkilibsə, sırf Bəli, təyinatı bəli, bəli. nədirsə, o üzrə də götürmək Tərkibində ancaq o lazımdır. olmalıdır. Ancaq yemək kimi də düşünə bilərsiniz də. Yeməkdir, tutaq ki, mən dolmanın içərisinə nə əlavə edə bilərəm? Ancaq o olmalıdır onun içərisinə. Başqa, yəni artıq o onun tamını dəyişəcək də belə bir şey düşünün. Yeməklə də əlaqələndirə bilərsiniz. Yəni istədiyiniz formada, istədiyiniz necə sizə asandırsa, mən özüm üçün belə əlaqələndirmişəm ölçələrlə və mənə belə rahatdır. Sizin də özünüzün evristik metodunuz, özünüzün metodu nədirsə, yeməkdirmi, nə bilim, məktəb ləvazimatıdırmı, meyvədirmi, nədirsə onunla əlaqələndirib yadınızda saxlayın ki, çoxluq əgər çoxluğun tərkibindəki elementlərin hamısı birdirsə, artıq mən ora kənardan nə isə əlavə etsəm, burada çoxluğun sərhəddi pozulacaq. Aydın oldu bu formada. Anladım mən. Anladım. Çox Əla. təşəkkür edirəm müəllim. Siz Sağ sağ ol. olun. Müəllim, elə bir sual da mən vereyim. Aha, Bu verin. əməl işarələri var da, Aha. toplama çıxma bərabərdir. Aha. Bunların məktəbə qədər yaşlı uşaqlarda bir də böyük qruplarda yəni bunu Aha. məsələ Orta qrupdan etibarən. tətbiq etməli. Orta qrupdan etibarən üstə gəlmədir, çıxmadır. Artıq orta qrupdan etibarən, çünki 3 dairəsində riyazi ifadə deyirsiniz. 3 dairəsində riyazi ifadə o demək deyil, saysın. Artıq uşaq 3 dairəsində hesablamanı bacarmalıdır orta qrupda. Hətta bizdə çox geridə qalıb. Dünya ölkələrində filan 20 dairəsindədir orta qrupda. Yəni onlar 20 dairəsində orta qrupun uşaqları dünya standartlarında 20 dairəsində riyazi əməliyyatı orta qrupdan etibarən yerinə yetirir. Amma bizdə hələ geridədir. Və üstə gəl deyəndə riyazi ifadədə deyirsiniz də üstə gəlmə məsəl üçün. Bir var üstə gəlmə, bir var əlavə etmə. Məsələnin şərtinə əlavə et deyirsiniz. Üstə gəlmə isə daha çox riyazi ifadədir. Yəni bir növ əlavə etməyi daha çox biz məsələnin şərtində istifadə edirik. Üstə gəlməni isə daha çox biz riyazi ifadədə istifadə edirik. Riyazi ifadə nədir? Məsəl üçün 2-nin üstünə 3 gəl. Aydın oldu mu? Bu daha çox riyazi ifadədir. Bəli, müəllimə, burada əsas məsələnin mahiyyətini uşağa başa salmaqdır. Nə qədər qaldı, nə qədər azaldı, nə qədər məsələsi artdı. Bunları başa salmaqda əsas mahiyyəti. Bir də ən gözəl yolu bilirsiniz nədir? Uşaqlara qonşu ədədləri mənimsətmək. Ondan sonra rahat olur. Məsəl üçün uşaq başa düşür ki, bir ədəddən sonra gələn ədəd onun bir vahid artırılması ilə olur. Yəni qonşu ədədidir. Məsəl üçün deyirsən ki, 5-dən sonra nə gəlir? Avtomatik uşaq deyir ki, 5-in üstünə 1 gəl. Artıq beyində o hesablama gedir daha. Deyir 6. Yəni artıq uşaq bilir ki, 5-in qonşusu 6-dır. Və yaxud deyirsən 5-dən 1 çıx. İndi ən sadəsini deyirəm də bizim məktəbə qədər dönəmdə istifadə edə biləcəyimiz yöntəmi deyirəm. Deyirsən 5-dən 1-in çıx, avtomatik aşağıya düşür. Bir vahid azaldır. Və beləliklə uşaq nəyi mənimsəyir? Qonşu ədədləri. Bilir ki, 5-in sağ qonşusu 6-dır. Sol qonşusu 4-dür.
və bir ədəd, belə deyək də, bir vahid kiçik və yaxud bir vahid böyük olan ədədlərdə qonşuluqluq əlaqəsi var və buna əsasən artıq uşaq ən azından bir əlavə etməyi bacarır. Ən zəif təfəkkürlü uşaq belə. Yəni qonşu ədədi mənimsədəndən sonra uşağa ən azından o 5-in üstünə 1 gəlməyi, 5-dən 1 çıxmağı bacaracaq. 6-nın üstünə 1 gəlməyi, 6-dan 1 çıxmağı bacaracaq. Aydın oldu mu? Bu qaydada. Bəli, müəllimə, çox sağ olun. Siz sağ olun. Bir də müəllimlər, qonşu ədədlər arasında tərs qonşular var. O da düşə bilər. Onu da deyim sizə. Məsəl üçün 5-in tərs qonşusu özündən aşağıdır. Bir vahid aşağısı, yəni 4-dür. Yəni tərs qonşu deyəndə yadınızda qalsın ki, özündən aşağı. Bir vahid özündən aşağısı. Yəni 3-dürsə 2, 2-dirsə 1, 5-dirsə 4, 6-dırsa 5. Yəni özündən bir vahid aşağı olan ədəd onun tərs qonşusu adlanır. Bu da belə. Sonra gəlin indi mən sizə bir də səhvləşməni də izah eləyim. Əsas məqamları izah edəcəm. Yəni o digər məqamlar düşmür. İnanın mənə, özünüz də gedib gəlib deyəcəksiniz ki, müəllimə ya çoxluqdan düşüb, ya səhvləşmədən düşüb, ya da belə deyim, çoxluğun nizamlanması, çoxluğun kəsişməsi onlardan düşüb. İndi əlavələrim də olacaq təbii ki. Müəllimə, elə biləm ən çox bu çoxluqların azalmasından düşür. Hə, ən çox ondan düşür. Bəli, ən çox. Bir də alt çoxluğun ayrılmasından düşür. Çoxluqlardan alt çoxluğun ayrılması, bir də üstünə sayma, üstdən sayma. Əla Reyhan müəllimə. Düz eləyirsiniz. Hə, bir də üstdən sayma var, üstünə sayma var. Müəllimlər, bunu bir çox təlimçilər fərqli yöntəmlərlə izah eləyir. Məsəl üçün, elə təlimçi var, deyir üstünə sayma, üstdən sayma, deyir üstünə bir əlavə etməkdir. Məsəl üçün, 6-nın üstünə sayıramsa, 6-dan sağa doğru sayıram. 6, 7, 8, 9, 10. Yəni, bir çoxu bunu belə deyir. Amma Artinin, əgər məndən soruşsaz ki, müəllimə testdə necə götürək, mən sizə doğru yöntəmin belə məsləhət görərəm ki, Artinin özünün webinarı olmuşdu. Bilmirəm, baxmısınız ya yox, məntiqi riyazi təfəkkürlə bağlı bir webinar təşkil etmişdilər. Orada da sizin kimi işləyən bir tərbiyəçilər danışırdı. Yəni, sırf olaraq Artinin standartlarına cavab verən bir webinar idi. Ondan əlavə olaraq da, yəni Artinin özünün də mənbələrində belə qeyd olunub. Arti deyir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi deyir ki, əgər müəllimə uşağa üstdən saymanı öyrədirsə, üstündən götürməlidir. Yəni, çıxmalıdır. Məsəl üçün, 5 dənə topdan azaldıram aşağıya doğru. Birini götürürəm, ikisini götürürəm. Azaltma, çıxma varsa üstdən saymadır. Toplama varsa üstünə saymadır. Yəni, bunu sabah imtahana gedib görəndə sizdən əgər üstünə sayma və üstdən sayma olaraq soruşsa, götürürsünüz üstdən saymaya çıxmanı, üstünə saymaya isə əlavə etməni. Yəni, tutaq ki, deyəcək ki, 5-dən 1 çıx bərabərdir 4-ə. 4-dən 1 çıx bərabərdir 3-ə. Artıq bu üstdən saymadır. Üstünə saymada isə toplamadır. 4-ün üstünə 1 gəl, 5-in üstünə 1 gəl. Yəni, bu qaydada. Buna da deyirik biz üstünə sayma. Daha sonra, indi keçək səhvləşməni izah edim. Əsas məqamları izah edəcəm dediyim kimi. Səmləşmə də müəllimlər özünə səmləşmə, özündən bir də obyektlər arası, bir də həmçinin müstəvidə deyirik. Özünə səmləşmə nədir? Özünə, yəni mən, birinci subyekt, mən gəlirəmsə birinci, mən qapının solundayam, mən pəncərənin qarşısındayam, mən divanın yanındayam. Yəni, özünə də birinci mən, subyekt, yəni mən birinci gəlirəmsə özünə. Yox, birinci obyekt, yəni bir əşya, sonra mən gəlirəmsə özündən. Yəni, məsəl üçün, deyirəm ki, qapı məndən soldadır. Pəncərə mənim qarşımdadır. Artıq buna deyirik özündən. Yəni, bir növ özündən səhvləşmə. Birinci obyekt, sonra subyekt. Və yaxud dan-dən çıxışlı halın şəkilçisi ilə başlasa. Məsəl üçün, məndən solda qapı, məndən sağda pəncərədir. Bununla başlasa da özündən səhvləşmədir. Yəni, dan-dən şəkilçisini gördüyünüz halda birinci özündəndir. Obyektlər arası səhvləşmədə isə müəllimlər belədir. Məsəl üçün, deyirsən, divan pəncərənin qarşısında
Televizor isə solundadır. Məsəl üçün deyirəm də, şərt olaraq. Bu artıq iki obyektin, iki əşyanın bir-birinə nəzərən yerləşməsidir. Buna da deyirik obyektlər arası. Bir də var müstəvidə. Müstəvi nə deməkdir? Düz bir səth deməkdir. Düz bir səth. Yəni düz bir səthdə də nələr olacaq? Kağız. Məsəl üçün kağızın üstündə qələm. Kitabın üstündə qələm. Masa. Masa nədir? Masa bir düz bir səthdir. Masanın üstündə kitab. Masanın altında kitab və yaxud masanın altında oyuncaq. Yəni alt üst olsa bu olacaqdır müstəvidə. Yəni məsəl üçün masanın yanında, sağında, solunda desəm, müəllimlər bu müstəvidən olmayacaq. Üstündə, altında olsa bu müstəvidən səhvləşmədir. Bir də qutu. Qutunun özü də bir düz bir səthdə olduğu üçün qutunun içində, qutunun üstündə. Bunları da gördüyünüz zaman bu da müstəvidə səhvləşmədir. Buna da deyirik biz müstəvidə səhvləşmə. Bu da belə. Sonra başqa bizə nə lazımdır burada? Başqa müəllimlər, əsas məqamları deyirəm. Əlavə olaraq da deyə bilərəm sizə buradan nələri. Qonşu ədədlər arasında əlaqəni izah etdim. Ədədin vahidlərdən ibarət tərkibində hiss etdim. Bir də tam və hissə münasibətində sizə formalaşdıra bilərəm. Tam nədir, hissə nədir? Tam bilirsiniz də, məsəl üçün adicə bir pizzanı gözünüzün önünə gətirin. Pizza tam halda. Yəni tamdırsa, o artıq yəni ondan bir hissə qoparılmayıbsa, bir hissə yeyilməyibsə, deməli bu tam pizzadır. Bir də var ki, onu hissələrə ayırıram, məsəl üçün. Ondan bir hissəni götürürəm. Avtomatik artıq ondan hissənin ayrılınması olacaq və hissə nə qədər böyük olursa olsun, tamdan kiçik anlayışdır. Yəni tam böyük bir anlayışdır. Hissə isə ondan kiçik bir anlayışdır. Bu da belə. Sonra fəzada səhvləşməni də dedik. Bir də uşaqlara bərabərdir anlayışını, belə deyim də, işarəsini necə öyrədirsiniz? Mənə o maraqlıdır. Bir dənə onunla da danışardınız mənə. Kim danışmaq istəyir? Uşaqlara böyükdür, bərabərdir, kiçikdir işarəsini necə öyrədirsiniz? Hə, müəllimlər? Böyükdür, kiçikdir işarəsini necə öyrədirsiniz? Bəli. Məsəl üçün, mən 3 rəqəmini qoyuram, sonra da 1 rəqəmini lövhədə qoyuram, 3 birdən böyükdür, yaxud da 1 3-dən kiçikdir, 1-dən kiçik. Amma uşaq vari desək, necə öyrədərsiniz? Hə, krokodilin ağzı. Məsəl üçün, balıq kimi də öyrədən var onu, krokodil kimi də öyrədən var, timsah kimi də öyrədən var ki, hansı tərəfə ağzı? Balıq kimi öyrədirəm müəllimə. Mən də balıq kimi öyrədirəm müəllimə. Deyirəm, balıq hansı ədəd çoxsa onu yeyir. O ağzı ona tərəfdir. Bəli, ac olduğu tərəf, balığın daha çox ac olduğu, belə deyək, ağzının daha açıq olduğu hissə hansı tərəfədirsə, deməli, ora böyükdür. Əla. Hə, indi bir də sizə nəyi demək istəyirdim? Gəlin, biraz da sizlərə sual cavab edim, əlinizi qaldırın. Əlinizi qaldırın. Məmə, bağışla, ola bir dənə sual verim. Buyurun, buyurun. Bu fəza fiqurlarınla müstəvi fiqurlar hansıdır? Yəni onları ayırmaq istəyirəm. Fəza fiqurları bizim özümüzün bu fəza fiqurlarımız, bizim özümüzün bu üçbucaq, dördbucaq onlardır. Müstəvi fiqurlar isə o silindirdir, kubdur, onlardır. Yəni elə yadınızda qalsın, onlar. Müəllimə, hansı dərsdən verəsiz sualı? Ürəyiniz hansı dərsdən istəyir? Ümumi təlim nəticələrindən verin. Ümumi təlim nəticələri düşən bir mövzu deyil müəllimə, onu nə yaxşı öyrənmisiniz? Müəllimə, bir Olmasın, müəllimə, icazənizlə. Bu riyaziyyatda görkəmli alimlərin düşmür. Çünki keçən dəfə onu öyrənmişdik. Misal deyək ki, Uşinski hansı nəzəriyyəni nəzərdə tutub onu deyirdi. Sonra deyək ki, Leyuşinə nə idi? Baxın, onlar müəllimə və digər alimlərin sözləri. Düşmür can, onlar düşmür. Heç biri düşmür. Amma elə öyrənmişik, beynimizi yükləmişik müəllimə. Hə, yox, düşmür. Onlar, bilirsiniz, hal-hazırda necə bir dönəmdəyik? Biz situasiya tipli. Onlar alimlərin fikirləri riyaziyyatda heç vaxt ola bilməz ki, belə deyim də sizə, əsas təcrübi hissələri, praktik hissələri geridə qoyub, elə
əzbərə yönəlik suallara keçsinlər. Yəni o biraz qeyri-mümkün bir şeydir. Müəllimə, əyani metod var. Onlar düşür. Sözlü şifahi metod, əyani metod, Onlar təcrübə savad metod. təlimi ilə əlaqələndirilmiş formada düşür. Riyaziyyatla Savad. yox. Hə, savad təliminə, əyani, praktik, şifahi. Biz bütün məşğələlərdə istifadə edirik onlardan. Amma daha çox imtahanda Məntiqi düşmək ehtimalı savad. riyaziyyatda deyil müəllimə. O bütün məşğələlərdə var. Fiziki mədəniyyətdə də var əyani, şifahi, praktik. Savad təlimində də var əyani, praktik, şifahi. Riyaziyyatda da var əyani, praktik, şifahi. Amma riyaziyyatdakı düşmür. Əyani məsələləri deyirsiniz bəlkə siz. Əyani, şifahi. Praktik, Biz əyani praktik. metod, şifahi metod. Hə, metod kimi müəllimə yadınızda qalsın. Daha çox savad təlimdə, riyaziyyatla əlaqələndirilmiş formada bəlkə də düşsün, amma inanmıram. Yəni daha çox çoxluqlar, səhmləşmə onlara yönəlik düşür. Müəllimə, bəs orada var orada bir dənə yox, nə idi onun adı? Hə, yadınıza salın. Müəllimə, əşyavi model, qrafik model, onlar düşür. Əşyavi can, sxematik Hə, model. yox, düşmür. Düşmür. Hə, Onlar onlar da yadımda düşmür. qalmır, qarışdırıram onları ona görə. Yox, düşmür. Modelləşdirmə filan deyirsiniz də siz. Bəli, bəli. Yox, düşmür. Narahat olmayın onlardan. Əsas çoxluqları öyrənin. Fəzada səhmləşmələri öyrənin. Sonra say fəaliyyətdə dediyim kimi o da çox asandır. Yəni bir dənə 2023-cü ilin sualında düşmüşdü ki, aşağıdakılardan hansı nə yazıb müəllimə? Hasan nə düş? Hasan. Müəllimə, etik davranış qaydalarından da düşmüşdü. Etik davranış %100 düşür. O heç. İş usulu, iş forması, qiymətləndirmə, planlaşdırma, etik davranış prinsipləri, hüquqlar, vəzifələr, daha sonra qiymətləndirmə, dedim, oyunlar, gəzinti, ekskursiya, sonra Bəli, müəllimə, eynən siz dedikləriniz. Cuşələrdən suallar düşür, dəstəkləyici mühitdən suallar düşür. Yəni belə deyim də müəllimələr, orada mən özüm iştirak eləmişəm deyə sırf olaraq bilirəm ki, onların məqsədi nədir? Yəni sizə hansı növ suallar verirlər və situasiya tipli suallara daha çox yönəlirlər. Əzbərçiliyə dayanmayın. Amma bir şeyin qaydasını da bilməsəz, situasiyanı da yaza bilməzsiniz təbii ki. Çalışın məğzinə əsasən öyrənin. Ümumi təlim nəticələri 2022-ci ildə belə düşməyib, 2023-də də düşməyib. 2024-də imtahan olmadı, 2025-də də düşməmişdi. Alt çoxluq barədə izah verdim axı. Alt çoxluq barədə izah vermişəm. Bir daha deyim. Müəllimə, bu standartlar rəqəmlərlə düşür, yoxsa necə? Yox, rəqəmlə düşmür. Necə düşə Aşağıdan bilər? sorun Ən çətin. müəllimələr, yəqin ki, izahı müəllim atacaq da qrupa. Hə, atacam. Təkrar izaha ehtiyac var. Atacam. Atacam izahı. Alt standartlar müəllimlər rəqəmlərlə düşmür. Uyğunlaşdırma əsasında düşür. Necə? Məsəl üçün deyəcək ki, aşağıdakılardan hansına uyğunluq qorunub. Məsəl üçün 2 dənə orta qrupun alt standartını verə bilər. Müəllim onu müəyyənləşdirməlidir ki, buradakı alt standartların hansılar hansı yaş qrupuna aiddir və yaxud deyəcək ki, 2.1 əşya və hadisələr haqqında ilkin bacarıqları, ilkin təsəvvürlərə malik olduğunu nümayiş etdirir. Standartına aid olmayanı seçin. Yəni bilirsiniz 2.1 ətraf aləmlə tanışlıq məşğələsidir. Tutaq ki, orada verəcək ki, uşaq şəxsi təcrübələrinə əsaslanan ilkin bacarıqlar nümayiş etdirir. Müəllimə bilməlidir ki, bu 2.3 riyaziyyata aiddir. Belə verəcək. Və yaxud yaş qrupu üzrə verə bilər. Yəni belə. Ona görə çalışın, standartları bilin. Standartlar önəmli mövzudur. Məktəbə qədər elə standartların üzərində qurulub. Və biz də birinci növbədə dərsimizi öyrənəndə standartlardan başlayırıq. İmtahan nə vaxtdır? Yaydadır, yoxsa? Müəllimə, mart-aprel üçün nəzərdə tutulur. Ona qədər hazırlaşın. Yəni demirəm ha rəsmidir və yaxud dəqiqdir. Mart-aprel üçün deyilir. Yəni belə bir şayə gəzir. Olmasa yəqin ki, yaya qalacaq. Yəni siz hər ehtimala hazırlıqlı olun da. Birinci müdürlərinki olacaq, yoxsa bizimki? Birinci sizin, sonra müdürlərin. Bir sual vermək olar. Aha, verin. Mən bu səmtləşmələri başa düşdüm, özünəni də, obyektlər arası müstəvini də. Bu özündən səmtləşməni bir dənə izah edərdiniz də müəllimə. Özündən müəllimə baxın, Günarə müəllimə. Günarə müəllimə deyir ki, qapı məndən soldadır, məndən soldadır. Qapı məndən soldadır. Görürsünüz, birinci obyektin adını deyirəm, qapını.
Qapı məndən soldadır. Buna özündən olur. Yəni qapı məndən soldadırsa, birinci əşyanı deyib, sonra mən deyirəmsə, subyekti deyirəmsə, buna deyirik özündən səhvləşmə. Və yaxud məndən, dan şəkilçisi MİQ imtahanında elə düşmüşdü. Yəni bilirlər ki, müəllimlər bilir birinci obyekt, sonra subyekt gəlirsə, onu ayırd edə bilirlər deyə. MİQ imtahanında bilirsiniz necə vermişdim? Məndən. Müəllimələrin də bir çox orada səhvə yol vermişdi ki, mən birinci gəlirsə bu özünədir. Amma məndən deyirsə məndən. Artıq burada avtomatik nədir? Özündən səhvləşmədir. Çünki deyir məndən solda qapıdır, məndən sağda məsəl üçün televizordur. Artıq burada obyektlərdir. Mən də onu səhv götürmüşdüm siz dediyiniz formada. Ona görə də yəni diqqətli olmalısınız o məqamlarda ki, dən çıxışlı halın şəkilçisini testdə gördüyünüz halda məndən, qapıdan, pəncərədən bu olacaq özündən səhvləşmə. Amma birinci mən qapının qarşısındayam, mən pəncərənin solundayam. Artıq mən görürsüz şəkilçi yoxdur, sadəcə mən deyirəm. Buna deyirik özünə səhvləşmə. Aydın oldu Gülnarə müəllimə. İndi gəlin keçək sual-cavaba. Müəllimə, axşamınız xeyir olsun. Orada siz dediniz üstündən sayma. Onu mən tam anlamadım. Bir də onu zəhmət olmasa izahını verərdiniz də. Üstündən sayma. Üstündən saymada müəllimə artır. Üstdən saymada da azalır. Müəllimə, məsələn, necə üstündən sayma? Məsələn, 4 dənə oyuncaq var, üstünə 3-ünü də gəlir. Yox, üstündən saymada azalır. Məsəl üçün 4 dənə oyuncaq varsa, ondan ikisini götürdüm. Artıq azaldı. Üstündən saymada onda çıxırıq. Amma yenə oyuncaq olur da. Məsələn, 4-dən ikisini çıxırıq. Nə, hər şey ola bilər. Alma ola bilər, armud ola bilər, oyuncaq ola bilər, maşın ola bilər. Yəni siz orada əsas baxın ki, çıxma əməli olsun. Üstündən desə, avtomatik orada çıxmadı. Amma üstünə desə, artıq əlavə edirsiniz. Çünki mən onu başqa cür eşitmişdim, başqa təlimdə. Məsələn, 5 dənə doğuşandır, əlinə 5 dənə kök verirsən, 5 dənə kök verirsən. Onda tamam başqa bir şeydir. Onda mən səhv ona başa düşmüşəm. O artıq bərabərləşdirmədir. O bərabərləşdirmədir axı. 5 doğuşana 5 dənə kök verirsə, onda bərabərləşdirirsən. Bərabərlik yaradır, bəli. Uyğunluq yaradır. Məsələn, bəs müəllimə 5 doğuşanda onda 2 doğuşan artırırsan, onu olur üstünə gəl. Çoxluğun, üstünə sayma. Oldu müəllimə, çox sağ olun. Sağ olun. Yəni Artinin mən videosundan o formanı sizə atacağam. Mən sırf olaraq müəllimlər, yəni burada özümdən nəsə kəşf eləmirəm da, sırf olaraq Artinin mənbələrinə əsasən sizlə danışıram. Yəni özünüz də hiss eləyirsiniz, yəqin ki, videolarımdan xəbərdarsınızsa bilirsiniz. Sırf olaraq Artinin əsasında danışıram. Nə kiminsə əsasında danışmıram, nə də belə deyim də dövlətdən kənar nəyinsə əsasında danışmıram. Sırf olaraq Artinin özünün verdiyi məlumatlar əsasında sizi məlumatlandırıram ki, sabah gedib inşallah ki, imtahanda görəndə gələndən sonra deyəcəksiniz ki, həqiqətən də müəllimə düz deyirsiniz, dediyiniz qədər də var. Bir də müəllimə, bizə imtahandan qabaq çərçivə çıxacaq da yəqin ki, çərçivə ən az 3 ay öncə çıxmalıdır əslində. Çünki dediyim kimi də qanunla 3 ay öncə çıxmalıdır. Çünki bu diaqnostika deyil ki, 1 ay, yarım ay öncə çıxsın. Bu sertifikasiyadır və burada insan həyatı rol oynayır. Ona görə yəni çox güman ki 3 ay öncədən çıxmalıdır. Müəllimə, bizdə nəzəriyyələr artırıla bilər, yoxsa elə həmin nəzəriyyələr? Məktəbə qədər də eyni nəzəriyyədir. Məktəblərdə o kurikulumda yeniliklər var. Sizdə elə də yenilik yoxdur. Müəllimə, bu Freebeldən düşəcəkdi bizə yəqin ki, hədiyyələr. Bəli. Növbəti izahım Freebel olacaq inşallah. Onu da çəkib paylaşacağam. Amma Gardner deyirlər ki, yığışdırılıb da. Gardner yığışdırılmayıb. Sadəcə bir dənə sual düşür. Düşmüşdü MİQ-də. İştirak edənlər bilir. Orada verbal lingvistik düşmüşdü hətta. Müəllimə, axşamınız xeyir müəllimələr, necəsiniz? Hər vaxtınız xeyir. Müəllimə, deyirsiniz ki, çərçivə çıxmalıdır. Onda çərçivə çıxacaqsa, yəni biz bu öyrəndiklərimizdən fərqli bir şey çıxacaq. Yox, müəllimə, çərçivə dəyişilsə belə, mən bunu bayaq da dedim. Çərçivə dəyişilsə belə, müdürlərdə, bilmirəm, imtahanda iştirak edən var ya yox. Mənim müdürlük imtahanını hazırladığım müəllimlərdən biz köhnə çərçivə sənədi əsasında hazırlaşmışdıq. Onlar getdilər, hələ bəziləri bizdən dalaşırdı ki, müəllimə, bəs yeni çərçivə sənədi çıxıb, niyə o üzrə hazırlaşmısınız? Çünki bizim artı, bizim ölçə ilə bir ölçədir ki, sağ göstərib sol vururlar.
Yeni çərçivə sənədi çıxır. Demirəm ha, oradan sual düşmür. Yəni sual düşür. Amma Aha. köhnə çərçivə sənədindən daha çox düşür. Hə. Yəni sizin indi bu öyrəndiklərinizi mükəmməlləşdirməyiniz sizi həqiqətən deyirəm çox gözəl hazırlayır imtahana, çox mükəmməl şəkildə. Amma orada da yeniliklər olanda, orada nə yenilik olacaq? Təsviri fəaliyyət məşğələsi yoxdur, tutaq ki, onu əlavə edəcəklər, onu da biz öyrənirik. Daha sonra ümumi təlim nəticələri düşə bilər, yəni əgər Aha. düşsə o da onu əlavə edə bilərlər. Hı. Sonra fəaliyyət inanmıram, fəaliyyət əlavə olunsa belə inanmıram düşsün, çünki 2023-də var idi, amma düşməmişdi. Sonra Elkonidir. Əslində çərçivə sənədinizdə var, amma mənlə razılaşar bir çox müəllim, o da imtahanda yox idi. Daha sonra yəni belə də müəllim əlavələr olacaqdı, amma inanmıram, yəni o əlavələrdən suallar düşsün. Çünki sizin hal-hazırki çərçivə sənədinizdə yer alır Elkoninin nəzəriyyəsi, hansı ki, çərçivə sənədinizdə var, amma heç zaman miqdə düşməyib. Yəni hətta çərçivə sənədində olanlar belə düşmür. Qaldı ki, yeni çərçivə sənədində əsasında olanlar düşsün. Yəni də hər ehtimala qarşı biz özümüzü tam hazır etməliyik. Amma köhnə çərçivəni mükəmməlləşdirin, inkişaf sahəsini mükəmməlləşdirin. Qiymətləndirməni, planlaşdırmanı, cuşələri, təlimin təşkili prinsiplərini, qarışıq prinsipləri möhkəmləndirin. Etik davranış prinsiplərini milyon faiz. Hüquq və vəzifəni, hətta sizə deyərdim nizamnaməni öyrənin. Nizamnamə çox önəmli bir mövzudur. İndi onun üzərinə düşüblər. Çünki müsahibədə ondan çox suallar verilib. Ona görə onu mütləq bilməlisiniz. Müəllimə sual verin, görək yadınızda nə qalıb. Nədən verim sualı? İndi öyrəndiyinizdən. Müəllimə. Nizamnamə deyirsiniz müəllimə. Elə nizamnamədən verin də. Nizamnamədən pedaqoji şura haqqında məlumatınız varmı? Qəyyumlar Şurası, pedaqoji şura. Ümumiyyətlə nizamnamə niyə görə yaranıb? Neçənci ildə yaranıb? Müəllimə, siz bu nizamnaməni bizə keçəcəksiniz. Hə, Günay müəllimə, keçəcəm, narahat olmayın. Keçəcəm. Hə, nizamnamə 2012-ci ildə yaranıb, əsasnaməni əvəzləyir. Əsasnamə bu idi ki, müəllimlər, əsaslandırırdım ki, filan rayonda, məsəl üçün mən Şəki rayonundayam. Şəki rayonunda filan kənddə 20 ailə yaşayır və onların, tutaq ki, deyirəm, hərəsindən bir uşaq, 20 uşağı var, 20 uşaq var bizim yaşadığımız bölgədə və bu bölgədə bağçanın olması mütləqdir. Yəni burada bağça mütləqdir ki, olsun. Əsaslandırıram ki, buna görə, yəni burada 20 ailə yaşayır və onların hər birinin bir övladı olduğu üçün bağça mütləqdir ki, açılsın. Əsaslandırırdım. Nizamnamə isə artıq yeniliklər 21-ci əsr dönəmi olduğu üçün artıq əsaslandırmaya ehtiyac qalmadı və layihələndirildi bu hansı ki bağçalar sayı çoxaldıldı artıq, yəni ona görə ondan sonra artıq nizamnamə ilə əvəz olundu. Nizamnamə də Təhsil Nazirliyi, Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olundu. Yəni artıq nizamnamə ilə bizim bağçanın içərisindəki nizam-intizam qaydalarımız, bağçanın iş saatı, neçədə gəlməliyik, neçədə getməliyik, neçədə uşaqları qəbul etməliyik, nahar yeməyi, yatması, durması, oynaması, təlim fəaliyyətləri hər birinin ardıcıllığı burada öz əksini tapdı. Neçə bağça olmalıdır, neçə qrup olmalıdır, qrupda uşaq sayı nə qədər olmalıdır? Məsəl üçün bilirsiniz, 1 yaşdan 3 yaşa qədər neçə uşaq olur bizim qruplarımızda? 10 uşaq. 1 yaşdan 3 yaşa qədər. 15 uşaq. Yox, qarışıq uşaq, qarışıq qrupu demirəm. Qarışıq qrupu demirəm. 1 yaşdan 3 yaşa qədər 15. Müəllimə, 1-3 15 nəfərdir də müəllimə. 15 uşaq. Bəli, 15 yaş. 15 uşaq olur. Bəli, artıq 3 yaşdan 6 yaşa qədər 20 uşaq. 20 uşaq. Sonra qarışıq yaş qruplarında isə 1-3 yaşda 10 uşaq, 3-6 yaşda isə 15 uşaq olur. Yəni hərəsindən 5-5 azaldırsınız qarışıq qruplarda. Qarışıq qruplarda da bilirsiniz də, belə deyim. Yəni 1-3 yaş 1 yaşdan 3 yaşa qədər uşaq olmalıdır. 3 yaşdan 6 yaşa qədər uşaq olmalıdır. Yox, əgər birində 1 yaşlı qrupda 4 uşaq varsa, artıq 4 yaşlı qrupda 5 uşaq varsa, o elə də qalacaqdır. Yəni çünki onların yaş qrupu bir-biri ilə tamamilə ziddir. Belə, sonra orada qeyd olunur məşğələlərin müddəti ki, məsəl üçün orta qrupda məşğələnin müddəti nə qədər olmalıdır, böyük qrupda nə qədər olmalıdır. Orada qeyd olunur sizin hüquqlarınız, sizin vəzifələriniz, təhsil alanların vəzifəsi, hüququ, valideynlərin vəzifəsi, hüququ, daha sonra pedaqoji şuranın iş belə deyək, rejimi, valideynlər komitəsinin iş rejimi, sonra
Orada var, deməli, əsas məqamlardan biri müdirin fəaliyyəti ilə bağlı məqamlar. Yəni bir çox məqamlar elə bizim o nümunəvi nizamnaməmizdə öz əksini tapır. Yəni ona görə onu da bilməyiniz vacibdir ki, pedaqoji şura nədir, nə işə yarayır, məqsədi nədir. İnşallah bir gün o mövzuda da sizlərlə bir təlim təşkil edərik. Boş vaxtım olduğu zaman inşallah təşkil edəcəm. Çünki o çox geniş bir mövzudur. O Bəli, müəllimə. çox Müəllimə, genişdir indi o bir mövzu. müəllimlərin hansısa birini əl qaldıran müəllimlərə hardan istəsəniz sual verin də bəlkə elə Bir biri dənə sual nəysə verim, çünki bilmir. o 10 dəqiqə sonra dərsim var, 10 dəqiqə müddətim var. 10 dəqiqə sual cavab edim, ondan sonra yekunlaşdıraq. Nailə müəllim, elə sizsiz. Bəli, müəllimə. Nailə müəllimə, özü, ailəsi, vətəni haqqında suallara cavab verir. Bu hansı yaş qrupunun ümumi təlim nəticəsi idi? Özü ailəsi haqqında 3-4 Məntiqi yaşlı müəllim. riyaziyyat 3-4-də. Yox, müəllimə, yerdən cavab verməyək, müəllim özü cavablandırsın. Bir də üstəgəl ümumi təlim nəticələrindən deyirəmsə 3-4 yaşdır, bəli. Bəli, 3-4 Özü yaşlı. məntiqi riyazi təfəkkür deyil, ətraf aləmlə tanışlıq məşğələsinin ümumi təlim nəticəsidir. Bəs müəllimə, desəm ki, uşaq sadə təsvirlər çəkir, bu hansı yaş qrupunun ümumi təlim? Sadə təsvirlər çəkirsə, müəllimə, bu 1-3 yaşdır. Yox. Sadə təsvirlər çəkir. Müəllimə, 3-4 yaşdır bu da. Bəli, 3-4 yaşdır. Bəli, 3-4 yaşdır. Bəli. Özü, ailəsi və vətəni haqqında məlumat verir. Özü ailəsi, vətən haqqında məlumat verirsə, o 1-3 yaşdır müəllim o. Müəllimə, məlumat verir, məlumat açar sözlər. Müəllimə, 1-3 yaşda adlandırır, düz deyirsiniz, adlandırır. 3-4 yaşdır da müəllim o da. 4-5 yaşda məlumat vermək, standartları bilmək belə ümumi təlim nəticəsini bilməyə bərabərdir. Sizə deyim, biləsiniz. Yəni belə deyim də, sizə belə bir şey deyim. Əgər bir müəllimə ümumi təlim nəticəsini bilmək istəyirsə, heç ümumi təlim nəticəsini əzbərləməyə ehtiyac yoxdur. Standartları yaş qrupları üzrə biləndən sonra asan gələcək. Məsəl üçün deyirəm ki, təhlükəli əşyalarla təhlükəsiz davranma. Mən müəllimlərimə deyirəm ki, T qaydası ilə yadınızda qalsın, Nailə müəllimə. T, təhlükə, təhlükəsiz. 2 dənə T-ni harda görsəm, bilirəm ki, bu böyük qrupa aiddir. Məlumat verməyi hardasa görürəmsə, bilirəm ki, bu böyük qrupa aiddir. Sonra həndəsi fiqurları adlandırmağı deyirəmsə, bilirəm ki, bu hansı yaş qrupundadır? Həndəsi fiqurları adlandırırsa, böyük qrupdur da müəllimə. Yox. Adlandırırsa 3-4-dədir. Fərqləndirirsə 4-5-dədir. Artıq həndəsi fiqurlar fərqləndirir. Yaxşı, müəllimə öz səlahiyyətindən kənar məsələlərə müdaxilə etməməlidir. Hansı etik davranış prinsipinə aiddir? Necə müəllimə, səsiniz axırdan yaxşı işlədir. Müəllimə öz səlahiyyətindən kənar məsələlərə müdaxilə etməməlidir. Etməməlidir. Qıyla gəlir. Rafaillə Coşquna döndü. Allah sizi güldürsün, ay müəllimə. Müəllimə, yadımdan çıxıb vallahi. Qıyla gəlir müəllimə, qıyla bir dənəsi var da, qərəzsizlikdir. İndi deyim, mən hardan bilim, bu qıdı qadın, yoxsa bu qıdı qadın. İndi Sevda müəllimə də qıyla. Müəllimə açar sözü dedi, laf qıyla gəlir. Yaxşı, bəs müəllimə, səmərəli və keyfiyyətli sözü? Səmərəli və keyfiyyətli. Səmərəli və keyfiyyətli yerinə yetirməyə borcludur. Vicdanlıq. Vicdanlıq. Nərgiz müəllimə dayanmır. Müəllimə, inandırım sizi, həqiqətən. Bunları elə yaxşı bilirdim ki, bu da neçə ay tutayır təmiz qrupdan. İmtahandan sonra qoşulmuram deyin, yadımdan çıxıb. Müəllimə, MİQ-siz, sertifikasiyasız? MİQ idi müəllimə. MİQ idiniz. Nə qədər toplamışdınız? 31 yığmışdım. 31, hə. Az Canlı yığmışdım. sağ olsun. Canlı sağ olsun. Çalışsanız inanın mənə, mən həmişə deyirəm müəllimlərimə. İlk dəfədir. Neçə ildən sonradır özümdə bir... Ola bilər. Normal da müəllimə. Özünüzü günahlandırmayın, nə də motivasiyadan salmayın. Valla mən başlayanda 0 idim. Yəni o insanın özündən asılı olan bir şeydir. Əgər qarşınıza məqsəd qoyursunuzsa,
onu aşacaqsınız. Yox, əgər məqsədsiz şəkildə deyirsiniz nə olar, onda çətin məsələdir. Amma məqsədli şəkildə Testlərdə yaxşı iştirak edirəm də, testlərdə yaxşı yığıram nəticəni. Ancaq gəldi imtahanda az yığdım, çox heyfsləndim həqiqətən. İnandırım sizə, hər testdə elə bir ki girirdim hardasa çox vaxtı 3-cü, 4-cü yerdə yığırdım da yuxarı Müəllimə, nəticəni. quizlər deyirsiniz, quizlərdəmi? Bəli, quizlərdə. Ancaq Ay, imtahanda quizlər, düzdür, quizləri mən müəllimlərimə də bəlkə atıram. O gözüm bir növ alışmışdı o təkrardır. quizdə işləməyə, bilmirəm. Yoxsa kompüterdə işləməyə gözüm alışmamışdı. Nəysə yaza bilmədim. Yaxşı. Quizlər və asan tipli testlərdən qaçın həmişə. Müəllimə nə qədər çətinə insan nə qədər çətinə öyrəksə, o qədər imtahanda canı rahat olur. Amma asana öyrəşəndə gedirsən orada da situasiya ilə qarşılaşırsan, qorxursan. Ona görə gözünüzü həmişə çətinə öyrəşdirin. Çətin situasiya. Quizlər yaxşıdır, təkrar üçün yaxşıdır, baza üçün yaxşıdır. İnsanda müəyyən bir bazaya gətirir. Demirəm pisdir. Sadəcə mən öz müəllimlərimə də işlədirəm quizləri, amma onu təkrar xarakterli işlədirəm. Amma əsas məqsədimiz PDF testlərdir ki, orada çətin tipli olsun, onların öhdəsindən gələ bilsinlər ki, sabah gedib imtahanda da yüzaq şəkildə qayıda bilsinlər. Bir də testlərdə MİQ-in imtahanı olsun, sertifikasiya olsun, çox da məntiq axtarmayın. Necə məntiq axtarmayın? Mənim müəlliməm olub MİQ imtahanında 50-dən yuxarı nəticə gözlədiyim müəllimə getdi 40 bal topladı. Səbəb nədir? Biz çox çətin işləmişdik. Və mən gedəndə də demişdim ki, müəllimə, sizin orada qarşınıza çıxan testlər bizim işlədiyimiz testlərdən asan olacaq. Siz orada o qədər də məntiq axtarmayın. Düz lazımdır məntiq axtarmaq bəzi hallarda. Amma baxır testə. Yəni orada səndən inteqrasiya soruşursa, sən demə bu nə asan testdir. Burada nəsə %100 nəsə ola bilər. Yoxdur da sənə bunu verib ki, sadə formada. İndi onun asan verəndə 5-in çətin verirsən, orada niyə məntiq axtarırsan axı? Özünü öldürüb ki, burada %100 nəsə var. Başa düşürsünüz nə demək istəyirəm? Ona da gərək yoxdur. Bu testdə nədirsə, bir də birinci götürdüyün cavabı ikinci dəfə qayıdıb dəyişməyəsən. Həmişə birinci beyin açıq beyin olur. Yəni birinci gedib ki, testi açdısa, o beyin sizin açıq beyninizdir. Yəni onda seçdiyiniz cavab çox zaman düzgün olur. Amma ikinci dəfə ki, qayıdırsınız, qaydanda artıq avtomatik istər-istəməz səhvlərə yol verirsiniz. Düzgün götürdüyünüzü belə səhv seçirsiniz. Ona görə yəni çalışın, əgər sınamısınızsa, həmişə belə olubsa ki, birinci götürdüyüm cavab düz olub, amma ikinci sonra qaydanda artıq bir növ səhvdirsə, çalışın həmişə birinci götürdüyünüz cavabı düz götürün, arxanıza baxmayın. Yəni arxaya baxmayın artıq. Aydın oldu mu? Yəni onlarda diqqətli olmaq lazımdır. Belə müəllimlər. Təşəkkür edirəm Nailə müəllimə. Dərsə çatmalıyam deyə ona görə qısa şəkildə. Sağ olun müəllimə, çox sağ olun. Siz sağ olun. Xoşdur müəllimlər. Çox sağ olun müəllimə. Siz sağ olun. Nərgiz müəllimə. Nərgiz müəllimə siz sağ olun. Nəsə demək istəyirdiniz? Deyin. Ürəyinizdə qalmasın. Yox müəllimə, çox sağ olun. Allah köməyiniz olsun. Cümləmizin. Onda hər birinizə uğur diləyirəm müəllimlər. Allah hər birinizin yardımcısı olsun inşallah ki. Yaxşı nəticələr göstərsin. Gecəniz xeyir müəllimlər. Xeyrə qarşı can, xeyrə qarşı. Sizlər sağ olun. Siz sağ olun. Görüşərik inşallah yeni təlimlərdə bir yerdə olarıq inşallah.